vaxtdan da sən xəstəsən Gülzar xanım? Hardasa bir 2 ilə yaxındır ki, yaddaşımı itirirəm. Şəkər həddindən artıq yüksək idi bu xanımda. Artıq məsuliyyətli olaraq bir ildir ki, mənə müraciət edir. Vaxtı-vaxtında müayinələrinə gəlir. Hətta bir müddət əvvəl böyrək göstəricilərində də kreatinin səviyyəsi həddindən artıq yüksəlmişdi. Bir qədər orada problemlərimiz vardı. Çox şükür, bütün bunlar hamısını geridə qoymuşuq, atlatmışıq. Şükür, indi hal-hazırda şəkərin nə qədər də artıq şəkəri? İndi normadayam. Nə qədərdir? 130-am. Hər gün ac qarnına ölçürsünüz, hə? Oldu. İndi bugünkü şikayətin ancaq yaddaşın zəifləməsi. Bəli, yaddaşımın zəifləməsi. Sizin sayənizdə həyatdayam. Biz bir müəyyən analizləri verək. Yəni bu dəfə təkrari bir profilaktik müayinə günümüzdür bizim. Artıq 3 ay keçib sonuncu analizlərdən. Yəni mən bütün pasientlərin nəzərinə çatdırmaq istəyirəm ki, məsuliyyətli şəkildə həkimə vaxtı-vaxtında müraciət edəndə şəkərli diabetin ağırlaşmalarından tamamilə uzaqlaşmış olurlar.